Ramazanı Allah Azza və Cəllə digər aylardan xüsusiləşdirib. Onu fərqləndirib və həmən ayı oruçla xüsusiləşdirib. Quranı Allah Azza və Cəllə Ramazanda nazil edib. Allah Azza və Cəllənin verdiyi həmən əzəmətli nemətlərə görə şükür əlaməti olaraq həmən ayda orucu vacib eləyib. Və həmən orucu İslamın 5 əsasından bir əsas edib. Ramazan orucu İslamın 5 əsasından biridir. Bax Allah Azza və Cəllə Quran-ı Kərimdə nə buyurur? Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an hudən lin-nasi və beyinatin minəl-hudə vəl-furqan. Fəmən şəhidə minkumu-şəhra fəlyasum və mən kənə məridan əv alə səfərin fəiddətun min əyyəmin uxar. Yuridullahu bikumul-yusra və la yuridu bikumul-usr və litukmilul-iddətə və litukabbirullaha alə mə hədəkum və ləalləkum təşkurun. Əl-Bəqərə surəsi 185-ci ayə. Allah Azza və Cəllə buyurur ki, insanlara doğru yol göstərən, bu yolun və haqqı batildən ayırt edənin açıq aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruç tutsunlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruç tutsunlar. Allah sizin üçün çətinlik istəməz. Əksinə sizin üçün asanlıq istəyər. Allah istəyir ki, siz buraxdığınız gündən orucunu tamamlayasınız, sizi doğru yol etdiyinə görə onu uca tutasınız və şükr edəsiniz. Bu da Allah Azza və Cəllənin bizə asanlıq istəməsidir. Çətinlik istəmir. Xəstə də olsan, səfərdə də olsan məcbur tut demir. Rəhm eləyir. Xəstə olsan tutma. Başqa vaxt tutarsan. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nə buyurur? Buniyəl İsləmu alə xams. Şəhədəti ən la ilahə illallah və ənə Muhammedən Rasulullah və iqamis salə və itəiz zəkə vəl həcc və savmi Ramadan. İslam 5 əsas üzərində bina edilmişdir. Şəhədəti ən la ilahə illallah və ənə Muhammedən Rasulullah şəhədəti, şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhammed sallallahu aleyhi ve sellem onun rəsuludur. Şəhədəti bu bir, insan bununla İslama daxil olur. Sonra iqamis salə, namaz qılmaq, itəiz zəkə, zəkat vermək, vəl həcc, həcc etmək və savmi Ramadan, Ramazan orucu tutmaq. Bax, Ramazan orucu İslamın əsaslarından biridir, 5 əsasından biridir. Allah Azza və Cəllə onu İslamın 5 əsasından biri edib. Bu qədər əhəmiyyətlidir bir müsəlmanın həyatında Ramazan orucu. Kim Ramazan orucunun vacibliyini inkar edərsə, buna qarşı çıxarsa, bunu inkar edərsə, onun İslamı yoxdur. Necə ki, namazı inkar etmək, həcci inkar etmək, zəkatı inkar etmək, şəhadəti inkar etmək insanın İslamını pozur, eləcə də Ramazan orucunun vacibliyini inkar etmək insanın İslamını pozan əməllərdəndir. Ola bilər ki, məsəl üçün, bir insan Ramazan orucunun vacibliyini etiqad edir, bunu qəbul edir, amma asilik edir, tutmur. Bu günahkardır, böyük günah sahibidir, asidir, fasiqdir. Amma bir insan Ramazan orucunun vacibliyini inkar edərsə, bu dinlə bilinməsi zəruri olan məsələlərdən olduğu üçün, İslamın bu 5 əsasından olduğu üçün bunun etdiyi əməl küfürdür. O birinci öyrədilir, şübhəsiz ki, öyrədilir, başa salınır. Əgər bu əməlindən dönməsə, bu etiqadından dönməsə, Quranı, Allahın Peyğəmbərini inkar etdiyinə görə, Quranın əmrini inkar etdiyinə görə, Peyğəmbərin əmrini inkar etdiyinə görə onun İslamı səhih olmur. Çünki bu dində bilinən zəruri məsələlərdən, yəni gizli məsələlərdən deyil. Ona görə bax, digər bir hədisdə Əbu Davud Rahiməhullahın rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən aftara yawman min Ramazana min gayri ruxsatin və la maradin lam yaqdi anhu sawmud dahri kullihi və insama." Əgər deyir kimsə, əgər deyir bir kəs üzrü olmadan və ya xəstəliyi olmadan üzürsüz bir şəkildə Ramazandan bir günü tutmasa orucunu, bir gün belə orucunu tutmasa, bütün ili oruç tutsa da onun əvəzini deyir verə bilməz. Qəsdən. Bir var xəstəlik səbəbi olar və səfər olar, hər hansı bir üzrü olar, orucu açar. Allah Azza və Cəllə buyurur ki, digər günlərdə tut. Digər günlərdə tut. Amma kim heç bir üzrü olmadan, xəstəlik olmadan, üzürsüz bir şəkildə Ramazanın bir gününü belə oruç tutmasa, sonra başqa bir vaxtlarda bir il dalbadal oruç tutsa belə onun əvəz eləyə bilməz. Kim buyurur bunu? Bu da Muhammed sallallahu aleyhi ve sellem. Və sonra digər məsələ, ürəyi sıxılaraq, istəməyərək,
Canı sıxılaraq oruç tutmaq məsələsi. Bu da nədir? Onun orucunun fasid olmasına səbəb olur. Çünki insan orucu vacibliyinə iman edərək tutmalıdır, sevərək tutmalıdır. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mən samə Ramadana imanən və ihtisabənğufirə ləhu mə təqaddəmə min zənbi. Kim Ramazanı imanla və əcrini Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Bakın, iki dənə məsələ gətirdi. İmanla və əcrini Allahdan umaraq. İmanla necə olur? Yəni, Allaha və Rasuluna imanla. Ki, bu Allah Azze və Cəllə Allaha iman eləyir və sonra Allahın bu məsələni əmr etdiyinə iman eləyir. Ki, bəli, bu Allahın əmridir. Rasuluna iman eləyir və bu Rasulunun da əmridir. Bu cür. Və ihtisabən, yəni Allahdan əcr umaraq. Yəni, həmən orucunun qarşılığında Allahdan əcr umaraq tutarsa. Keçmiş, kiçik günahlarını eləyər, bağışlanar. Allah Azze və Cəllə bizləri ixlaslı bir şəkildə Ramazan orucunu tutmağı, bitirməyi müvəffəq eləsin. Amin.